Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin 2025-ci ildə 172 əməkdaşı cəzalandırılıb. Bu barədə Bölgə TV-yə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş barəsində intizam tənbihi və təşkilati ştat tədbirləri görülüb. O cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib. Qeyd olunub ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanundakı dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyatı dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi MyGov platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir. Vətəndaşların korrupsiya və digər qanunsuz hallara qarşılaşdığı təqdirdə 9100 çağrı mərkəzinə və ya elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və MyGov platformasına qoşulmaq üçün elektron kabinetin yaradılması tövsiyə olunur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək. Məlumatda bildirilib. Rəna Rövşən qızı, Bölgə TV.